Yarış zamanı bizim beynimizdə kinolar çəkirik biz. Dünyanın ən sürətli kinolarını biz çəkirik də, yaddaş atletləri. İstəsə mən sizə bir kinonun ssenarisini də deyə bilərəm. Olar. Biz yarış vaxtı vizualizasiya edirik. Çünki sən bir məlumata baxıb onu yadda saxlamağın çətindir. Deyək ki, orada sözlər olsun, deyək ki, alma, armud, nə bilim, çətir, gül. Bunlar sadəcə söz yığınıdır. İnsan beyninə ziddir. İnsan beyninə uyğun olan isə şəkillərdir, hisslərdir və bu sözləri sonradan öyrənmişik də. Yəni bizim təbiətimizdə olmayıb. Amma xəyala qalmaq həmişə olur, şəkil həmişə olur. Bu məlumatlardır belə, mən məcburam onları kodlaşdırım, bir-birinə əlaqələndirim və xəyalımda harasa qoyum. Xəyalımda da elə yer yoxdur qoymağa. Mən məcburam tanıdığım yerlərə qoyum. Məsələn, bu studiyaya, bura. Xəyalımda mən uçmağa məcburam. Uçaqsa kinolar çəkməyə də məcburam. Bu kinonun sürəti bir rejissorun və ya ssenaristin sürətindən ən azı 100 dəfə çox olmalıdır ki, sən yarışda yer tuta biləsən. Məsələn, bir ssenari deyim, özümdən indi qoşuram, müəyyən bir rəqəm üzrə. Deyək ki, bir toster, bildiyiniz o toster, indi gününüz gələ bilərsinizə. Deyək ki, Türkmənistanın keçmiş prezidenti Səfərbunat Niyazovu belə sıxıram, toster. Görürsünüz, elə sənə var ki, bunu heç kimdə yoxdur sənə. O tosterdən sonra gaming kimi xatırlayıram, onun qızılı rəngidir, o tullanır göyə və oradan o məcbur göydə bir mantı yeməlidir ki, mantıdan sonra isə düşməlidir George Bush'un yanına. George Bush ona bir nizə ilə vurub, tullamalıdır təndirin içinə. Təsəvvür edirsiniz, bu heç vaxt həyatda olmayacaq və olma ehtimalı, yəqin ki, ehtimal nəzəriyyəsində heç olmayacaq bir ssenaridir. Biz yarışda belə ssenarini qururuq ki, mən dedim bu ssenarini yəqin ki, 1 saniyə altında qururam. Mən sizə yavaş-yavaş deyirəm, bu 1 saniyə altında beyni o qədər əhliləşdirmişik ki, ən azı top zirvəyə qalxmaq üçün sən belə sürətli 1 saniyə qurmalısan. Bu dediyim ssenarini yəqin ki 1.5 saniyəyə qururam yarışda və yadda qalır. Çünki beyin bunu qeyri-adi hal kimi qəbul edə bilir. Və ona inana bilir. Bəs beyin yorulmur, Orxan bəy? Siz də elə ssenarilərdən beyin yorlar, yoxsa deyək ki, gündəlik sıravi həyatdan beyin yorlar. Özünüz belə düşünə bilərsiniz.